get-gedə onu yedizdirdilər cəmaata, başa düşürsünüz. Biz mədəniyyətimizi ucuz tutmamışıq ki. Bugünkü gündə də o ədəb-ərkan, o böyüyə, kiçiyə necə rəftar eləmək var. Amma görürsən ki, hər gün evimizə istər-istəməz soxulurlar o dedikodularla, lazımsız hərəkətlərlə, danışıqlarla. Üzr istəyirəm, küçələrdə nə danışılır, efirlərdə o bugünkü gündə açıq-aşkar hər şey danışılır. Bu bizim mədəniyyət deyil. Bizi zorla məcbur elədilər ki, gəlin biz belə olaq. Muğam ifaçıları biraz ciddi olmalıdırlar. İstər geyimində, istər danışığında. Bəzi ifaçılar var, danışanda deyirsən yüngüldür də. Onu qəbul eləmirlər tamaşaçılar. Mənim elə tələbələrim var ki, bugünkü gündə populyardır ki, onların adını çəkmirəm. Danışıqlarından bağlı olsun. Xoşum gəlmir. Biz səsimizi göstərməliyik, sənətimizi göstərməliyik, nümayiş etdirməliyik. Biz o danışıqlarımızla səhnədə qalmayacaq. Biz illər keçəcək, necə ki, ustadlarımız bu əsərləri qalıb, muğamları qalıbdır dinləyicilərə. Yəni onunla yaddaşlarda qalmaq lazım. Bu boş-boş danışmaqlar, qeybətlərdir, geyimlərdir. Bu mənim aləmimdə ən axırıncı yerdədir.